Qur'anı mərkəz götürsək, Quran mərkəzli, əgər dini əsaslandırır. Bir hədis mərkəzli din var, bir də Quran mərkəzli. Hədislərin əksəriyyətinə baxırsan, görürsən ki, orada hökm ehtiva edən hədislər çoxdur. Yəni, hökmə aid o qədər hədis var. Məsələn, dəstəmazı belə aldım, belə bozuldu, belə oldu, nə oldu. O qədər hökmə aid olan hədislər var ki, doludur hədis kitabları hökmlə. Amma Quran necə? Quran ümumiyyətlə bilirsiniz neçə dənə ayəsi hökm fiqhi ayədir. Cəmi 500 ayəsi Quranın fiqhi ayədir. Hökm ayəsidir. Şərab da onun içərisində olsun, zina da onun içərisində olsun, əl kəsmək də onun içərisində olsun. Yəni Qurandakı olan hökmlər həddən artıq məhduddur. Niyə görə? Çünki Qur'anın fəlsəfəsi daha çox imanın gücləndirilməsində yönəlikdir. İman əsaslı bir cəmiyyət qurulsun. Şəriət əsaslı yox. Əsas iman əsaslı cəmiyyət. Təbii ki, iman əsaslı cəmiyyət üçün şəriət də lazımdır. Amma Qur'an hökmlərə çox, yəni Qur'anda az hökmlər görərsən sən. Hətta namazın hökmləri belə Qur'anda çox məhdud verilib. Orucun hökmləri belə. Namazda çox məhdud, Qur'anda çox məhduddur. Onu biz hədisdən axtarırıq. O ki qaldı, yəni şərab kimi bəzi hökmlərin tədricən gəlməsi, və yaxud məsələn hicab kimi bəzi vacib hökmlərin tədricən müəyyən zamandan sonra gəlməsi. Bu onu göstərir ki, yəni hər hansı bir hökmün tətbiq olunması üçün də müəyyən zaman və şərait lazımdır. Yəni bir qövm əgər uzun müddət bir əməli icra eləyirsə, yəni şərab içmək ərəb toplumu üçün, çünki bunlar həm şərabı ürətirdilər, həm də içirdilər. Həm də xarici ölkələrə yəni göndərirdilər. Məsələn, Bizansa göndərirdilər, Romaya göndərirdilər, Sasaniyə göndərirdilər. Məkkə ilə Mədinə bilirsiniz ticarət şəhəri kimi məşhurdur. Niyə ərəblər Məkkədə, Mədinədə yaşayırlar? Başqa şəhər var, yox. O boyda Ərəbisində 2 dənə şəhər vardı. Məkkə, Mədinə. Yəsrib, bir də Məkkə. Nəcddə yox idi. Sonra şimal tərəfdə yox idi. Heç bir yerdə yox idi. Bir də Yəmənin cənubunda vardı, Səna var idi. Onlar qədimdən vardı o şəhərdə. Əkinçilik yox idi çünki. Biraz Mədinədə əkinçilik var. Orada da ticarətə rəhbərlik eləyirdi iqtisadi duruma yəhudilər rəhbərlik eləyirdi. Ərəblər də yəhudilərin kölgəsində yaşayırdılar. Ticarət pul yəhudilərin əlində idi, qardaşlar, Mədinədə. Və o dövrün ən deməli zəngin şəhərlərindən biri də Mədinə idi. Və yəhudilərin hesabına idi bu. Və yəhudilər deməli orada Ənsarın içindəki Xəzrəclə Ovs bir-birini qırırdılar. Həmişə yəhudilər bundan istifadə edib Mədinədə otoritəni əllərində saxlayırdılar hər cəhətdən. Ta ki Həzrəti Muhammed gələnə qədər. İndi o dövrəmdə ərəblər içərisində elə adətlər var idi ki, o qədər buna aludə idilər ki, o qədər dəhşətli şəkildə bağlı idilər ki, məsələn şərabın özünə, məsələn zinaya o qədər bağlı idilər, həddən artıq. Sələm məsələn. Sələmin özü də təsəvvürlə bunların həddən artıq, ona görə ayə gəlir ki, buna qədər elədikləriniz halal xoşunuz da bundan sonra eləməyin. Yəni bunların həyatı salamın üzərində qurulmuşdur. Bunların həyatı içkinin üzərində qurulmuşdur. Bunların həyatı zinanın üzərində qurulmuşdur. Birdən bu hökmü Peyğəmbər aradan apara bilməzdi. Birdən gəlib, yəni şərabı əgər yox desəydi, ona görə də Məkkə dönəmində şərab ayəsi nazil olmadı. Məkkə dönəmində hətta müsəlmanlar da içirdilər. Elə deyil. Şərab ayəsi asan nazil olur. Mədinə dönəmində nazil olur. Hətta əhl-i-sünnə mənbələrində var ki, iftiradır. Bu ki, Əli əleyhissalamdır ki, bunların içərisində olub, şərab içənlərin içində olur. Belə deyirlər. Və hətta deyir ki, namazı deyir ki, şeylədir, yəni namazda deyir ki, Həzrət Əleyhissalam unudur deyir, şərabın təsirindən. Yəni bu qədər hədis var, yəni əhl-i-sünnə mənbələrində. Yəni bunlar Həzrət Əleyhissalam bu nisbət verirlər. Ərəblər bu qədər şəraba bağlı olduqları üçün buna da yavaş-yavaş, tədricən bu hökmü Allah əvvəl deyir ki, bunun zərəri ziyanından, xeyrindən çoxdur. Sonra deyir ki, ən azından namazda bu əməldən çəkinin. Namaz qılarda çəkinin ki, çünki nə dediyinizi biləsiniz. Və əhl-i-sünnə qaynaqlarında deyilir ki, Əli əleyhissalam namaz qılarkən səhv oxuyub deyə, ona görə bu ayə nazil olub. Deyir ki, yəni, ey müsəlmanlar, bax görürsünüz, şərab içdiyiniz üçün namazda səhv eləyirsiniz.
Bundan sonra içməyin ki, hətta ta'lamu ma taqulun. Ta ki nə dediyinizi biləsiniz namaz esnasında. Yəni bu qədər, yəni bunlar gümüş şərabdan asılı idi. Hətta bəzi rivayətlər var, bilmirəm nə qədər doğrudur. Deyir ki, axırıncı aya nazil olandan sonra hamı da məcbur olub tuluqları çıxartdılar. Hətta xəlifə Ömər də öz tuluqlarını, ərəb şərab tuluqlarını çıxartdılar. Məkkədə bir dərə vardı, Mədinədə. Tökdülər o dərəyə, deyirdi ki, hər nə qədər neçə gündür orada qırmızılıq qalmışdı deyir. O qədər deyir ki, bunlar qırmızı şərabdan istifadə edirdilər, tökdülər deyir hamısını o dərəyə, məhv elədilər. Yəni artıq olmaz da bundan sonra. Deməli Maidənin 91-ci ayəsi, 90-91-ci ayəsi ki, sonuncu şərab ayəsidir. Bu orada Allah açıq şəkildə deyir ki, "Fəstənibuhu la'allakum tuflihun." Bundan qəti şəkildə imtina edin ta ki siz nicat tapasınız. Ondan sonra da arasında içənlər var idi. Ha. O demək deyil ki, bu ayə nazil olan ki, bütün müsəlmanlar da içmədi. Yox. Var idi içək. Hətta xəlifələrin dövründə içənlər var idi. Hətta İraq valisi Vəlid ibn Uqbə Osmanın süd qardaşı. Şərab içdi, namazı 4 rükət, 2 rükət namazı 4 rükət qıldı. Sonra dedilər ki, axı sən 2 rükət, 4 rükət qıldınız. Bir 2 rükət də artıq qılmışam. Nə istəyirsən? Küfrə var. 2 4 qılmışam. Azaltmamışam, bir çoxaltmışam. Onu gətirdilər Mədinəyə ki, ona hədd tətbiq eləsinlər. Heç kim cürət eləmədi. Həzrət Əli İslam hədd tətbiq elədi ona burada. Hədd var.